Memar, istehsalçı və müştəri bir yerdə işləməlidir. Biz memar deyilik. Biz oturub siz üçün çəkən deyilik onu. Siz vizualizasiya edəcəksiniz. İdeya sizin olacaq. Büdcə nəyə deyirəm formalaşmalıdır? Müştəri bilməlidir ki, onu istədiyi bu qiymətədir. Amma daha yaxşı şeyi daha ucuz eləmək olar. Bu başqa şeydir, bu başqa şeydir. Neyniyək? Konstruktorun hesabatı var, düzdür? Bu konstruktorun hesabatının əsasında artıq bu yox, bunu dizayn eləmək lazım. Çünki bu hesabatda artıq yüklər və s. hər şey hesablanıb. Amma sizin göstərdiyiniz şey tam başqa şeydir. Yanları şüşə istəyirsiniz. Oldu, bəli. Biz istənilən yerdə şüşə bağlantısını qoya bilərik. Şüşəni başqa adama sifariş versəz bu işi görmək olar. Çünki biz şüşə işinə burada bu döngəli, bu hündürlükdə müdaxilə eləmək istəmirik. Tutamağı necə edəcəksiniz? Bu spiralvari qalxır, düzdür? Necə edəcəksiniz? Deməli, burada bir neçə dənə məqam var ki, o kompleks həll olunmalıdır. Metal, deyək ki, biz eləyirik. Şüşə, adam bu radiusu layihə ilə eləyə bilirsə, çox gözəl. Bölgüləri var və s. Amma siz istəyirsiniz ki, ucuz olsun, biz də dəmirini elətdirib, basamağını elətdirmək istəyirsiniz, düzdür? O zaman okey, konstruktiv layihəni verin, mən dəmir işini sahib sizə verərəm. Çünki sizi kimi mən oturub bunu satın almasını eləməliyəm. Şüşə ilə zəmanət bağlamalıyam. Bəlkə 2 komplekt şüşə sifariş verməliyəm. Biri qırılanda yəni o birisini taxa bilim. Bu 2 qat xərcdir. İstənilən halda o dönəcək və yuxarıda bir döşəməyə çıxacaq. O döşəməyə çıxan yer bağlanmalıdır. Nə qədər? Altı da bağlanmalıdır, üstü də bağlanmalıdır. Bildimi? İstənilən halda çıxdın yuxarı. O döngənin ətrafını qorxuluq dönməlidir. Məcbur dönməlidir. Hə, bəs necə olacaq? Betondan vaz keçin də. Mən deyirəm, betonun üstünü qaplamalısınız. Yaxşı, məndən indi sualınız nədir? Bunun üçün bir təklif vermək. Verə bilmərik. Biz o təklifi vermək üçün bir dənə konstruktorun işçi layihəsini verin. Biz kobud olsa onu hesablayaq. Amma siz öncə konstruksiyanın hesabatını bizə verməz. Bizim hüququmuz yoxdur sizə konstruktiv hesabat verməyə. Biz istehsalçı şirkəti, bu fərqli şeylərdir. Biz sizə gəlişdirməni eləyəcəyik, yəni shop drawingini verəcəyik. Biz sizə istehsalını eləyəcəyik. Amma metalın qalınlığından, hündürlüyündən imzalı konstruksiya layihəsi lazımdır. Bəli, konstruktor verəcək ki, məsəl üçün mən bunu belə görürəm, bağlantı ilə. Bu qaynaqla olmaz ha. Bunu da deyirəm öncədən. Qaynaq işi deyil bu. Hə, qaynaqla istəyirsinizsə, onu da versin, baxım harda qaynaq verib. Çünki qaynağı sonra polisaj elə, rənglə yerində, o olur inşaat işi. Biz elədiyimiz hamısı boltdur. Bentley. Ortadan istəməmemizin səbəbi budur. Bu buradakı basamaqları görürsüz. Bu yanlar hamısı metaldan hazırlanıb, üstü də basamaqlardır. Görürsüz hamısı yandan, hamısı konstruktor kimi yığılır. Eyni şeydir, sadəcə spiralvari gedəcək. İki tərəfi də. İki tərəfi də. Məcbur. Bir tərəfini apışıqqa eləyib. O problem deyil, metalın. Niyə apışıqaya gedirsiniz? Divara nə dəxli var? Bu divara yapışmayacaq. Forma budur. Sadəcə deyirəm basamaq birləşməsi. Döngəsi, bu list düz deyil. Bu düz. Siz o listi deyirsiniz, mən də bildim trosları deyirsiniz. Yox, o trosu demə. Hə, o trosa gəlirəm. Qorxuluq eləməlisiniz ki, bunlar da gəlib bura bağlansın. O nə olacaqsa onun üstündə inteqrasiya olsun. Söhbət ondan gedir ki, baxın, bu lövhə gedir, düzdür? O lövhənin üstündə artıq bu qorxuluq olacaqsa, o detalı artıq nəzərdə tuturuq. O detal bağlantı ilə gəlir. Daha qaynaq lazım deyil. İstəyirsinizsə, sizdə şüşə necə olacağını deyə bilərsinizsə, o zaman biz o şüşə tutama qorxuluğunu payını da verə bilirik. Bax, basamağı görürsünüz necə? Çözümüdür. Bax, bu basamaq çözümüdür. Görürsünüz, bağlantı buradandır, üstdən budur, altdandır. Tam olaraq belə çözülür. Yan çözümü. Yəni bu belə hazır olacaq. Bunun altına işıq da keçir də yəni. Hər şey ola bilər. Bu pilləkəni görürsünüz. Bu Sovetskidə Bahar restoranıdır. Bu 3 metrə diametr. Keçməkdir hamısı. Ayrı-ayrı basamaqlar düzəlir. Bu yanını şüşə eləyə bilərsiniz. Bu pilləkəni biz sıfırdan yığdıq, amma hesabatını vermişdik. Bütün buradaki birləşmələri biz dizayna gətirik. Konstruktor verir HEA profili, amma biz onu əyirik, sonra bunu bolta gətiririk, bunu aparıb qaynaqsız quraşdırırıq. O artıq konstruktorun işi deyil, o artıq bizim işimiz. Amma biz bilirik ki, konstruktor verir burada 300'lük HEA profil. Sadəcə biz o 300'ü dizayn veririk. Onsuz da konstruktor bu birləşməni verir, amma bu detallarına qədər burasını dönsün, bu hissəsi belə girsin, buradan birləşmə buradan belə getsin.
versin. Onu vermir konstruktor. Biz onu dizayna salırıq və o da sonunda vizual olaraq onu gözəlləşdirir. Fikrimi aydındır. Amma biz öz başına gedib deyə bilmərik ki, bura 300-ün yerinə biz 500 qoyaq ya 200 qoyaq. O verməlidir ki, baza qol çəkməlidir ki, bu keçərliliyi var. Sözümün canı, sizə dünən dedim. Bunu sifariş verən şəxs bunun büdcəsini bilir. Baxın, hər şey ondan başlayır. Mən ona görə demirəm, biz işləyərik, siz işləyərsiniz, hamı işləyər, hamıdan qiymət alarıq. Adam bunun qiymətini biləndə bilirsiniz nə olacaq? Şok olacaq. Mən sizə bunu təcrübədən deyirəm. Yolu qət etməyin də. Deyirəm ki, indidən başdan bu ucuz əmələ gəlməyəcək. Söz yox. Yox, biz onu anlayırıq, onun ucuz olmayacağını biz anlayırıq. Yox, biz o başa düşürük. Yəni siz özünüz təsəvvür edə bilirsiniz də mərtəbədən mərtəbə hündürlüyü 6.90-dır. Hündürlüyü 6.90-dır. Bəli. Dizaynı dəyişin də, amma bomba eləyin də. Necə bir şey təşkil edə bilər? Ortada sındırın da piləkən. Düz gedin də. Bir dənə burada çəkim. Fikirləşirəm, bax girmisən bura. Dairəyə girsən səhnə ilə. Buradan girirsən, bu bura düşür, bu buradan qalxır və yaxud 3 metrədir çap, 6.90 hündürlükdür. Sən ortaya gəlmək üçün, onda gələ burada keçəsən, hətta bunu da girişi belə qapıdan belə eləyə bilərsən ki, bu sanki bura gəlir, buradan aşağını görür balkon kimi, buradan qalxır yuxarı. Buradan qalxma. O dairəni biraz da balacalat. Nə edirsən ki onu sən? Metal konstruksiya ilə bura gələcək, bura da balkon ola bilər. Bunu kəs də dairəni də biraz maraqlı elə. Dizayn elə də ucuzlaşdırmaq, amma dizaynla bahalaşdırmaq. Elə bildiyimiz yuvarlağın içinə yuvarlaq salanda nə olur? Sizdə hündürlüyü 6.90-dır da, 2 yerə bölə bilirsiniz. Elə bir 2 mərtəbəyə çıxa bilirsiniz. Düzdür? Deməli çıx hansı səviyyəyə, o səviyyədən də qalx bu səviyyəyə. Mən sizə ideya verdim. Meyrançını ucuzlaşdıra biləcəksiniz. Onu da fikirləşərik. Onu bəlkə ikinci mərtəbədən trosla asarsan da plaşatkan. Hamı öyrəşib altdan dirəyə qoymaq. Biz yuxarıdan asarıq da. 2 dəfə qırsaq məncə daha maraqlı görsünlər. Belə. Belə də. Necə istəyirsən. Maraqlı yəni. Açığı niyə elə eləmirlər? Mən sizə deyim onu. Onu ona görə eləmirlər ki, çünki hündürlüyü 3 olur, 3.40 olur. Bizdə 6.90-dır. Qır da onu. Bu heç sıradan bir şey deyil, yoxdur. Harasa baxmalıdır. Belə bir çıxdı, elə bir harasa CV-yə baxır. O məntiqli ola bilərdi. Körpü variantı və yaxud adlamaq variantı və yaxud ikiyə bölmə variantı o daha maraqlı. Platforma yaradırsan, ora pirəkənlə qalxan bir də dəniz mənzərəsinə bax. O qalxdı, o qalxanda o şüşədən oranı görür. O deyir ki, pirəkəni boş-boşuna eləmə. Vidi var, CV. Məncə demək olar. Onda kef elə də. Betonun üstünə çıx, amma betona bağlama. Yuxarıya bağla. O şüşə ilə və o qonağı gələndə oradan belə lap istəyirsən orada bir dənə də nər taxta qoy. Nə bilim otusun nerede oynasın. O dairəni siz balacalaşdırıb, nə bilim biraz bu yana, biraz o yana, onu daha hərəkətə çevirə bilərsiniz. Biraz maraqlı olsun. Bu piləkən kim belə fikirləşdi ki, bu yumruğunu qoydu, sonra bu yana keçdi, sonra bu tərəfə qalxdı. Dinamik canlı eləyək də. Bizim üçün də maraqlıdır ki, bu eləyirsə yaxşı iş görək. Hətta ideya olaraq siz ona desəz ki, biz bunu qalxırıq ki, oradan da belə seyr eləyək, həm də dincələk. Bir nəfəsə 46 piləkən qalxmayaq, adam anlayar da bunu. Ya da ki, elə eləmirsiniz, götürürsünüz əlindən adamı, 46 piləkən neçə mərtəbə eləyir, götürürsünüz belə qaldırırsınız onu bir nəfəsə. Nə, xoşunuza gəldi, yox. Deməli, sındıraq da bunu. Öldürməyin də kişini, 46 piləkən qalxmaq olar. Təsəvvür elə 6.90, 46 belə qalxa. Of, dincəlmə verdin ortada, bir də qalxdın yuxarı. Bu da dizayn. Dizayn funksionallıq. Onda sizin elədiyiniz o şey lazımsız şey. Mən Bax, də düşünürəm ona hərdən. Bir dəqiqə. Ya siz onu dəyərli bir şeyə çevirməlisiniz. Belə deyək, ruslar deyir, fişkası olmalıdır ki, mən bunu bu qədər pul xərcləmişəm və buna görə xərcləmişəm ki, qalxıb hələ yeri gələndə orada bir dənə otursun, hündürdən aşağıya baxsın. Bundan yaxşı da biləsiniz. Həm də ucuz başa gələcək. Kim ki bura gəlir və nəsə eləmək istəyir bizlə, biz onu ucuzlaşdıra da bilirik, vidini bahalaşdıra da bilirik. Yəni görüntüsünü bahalaşdırıb özünü ucuzlaşdıra bilirik. Bu dediyim şey var ha. Bu birbaşa Red Dot'a gedəcək bir şeydir, biləsin. Yəni bunu çəkib həyata keçirsəz, onu biləcəksiniz ki, o siz dediyiniz o contemporary-ni onda yarada bilərsiniz. 100%. Bu sizin təklif etdiyiniz şey tam contemporary bir dizayndır. %100. Bizi düşünməyə məcbur edir hal-hazırda. Xoş olan məsləhətlər üçün xoş oldu. Siz sağ olun.